planlarım başqa idi. Bu işə sözün əsl mənasında tam vuruldum da, dedim ki, yəni bu işi mən eləyəcəm, məndə alınacaq. Evimi satdım və coffee-shop açmağa qərar verdim. Düşünürsən ki, birdən iş belə yox, belə getsə, nə edəcəm? Gedib vağzalda mı yatacam? Başqa yolum yox idi. Bakıdan kömək istəməyə bir imkanlı valideynlərim yox idi. 7 il keçib, artıq 10 şöbəmiz var. Yəni bir insan ağlına bir şey tapıbsa, yəni bəhanə axtarmalı deyil. İntuisiya, öz istəyin, işi götürdün, getmək lazımdır. Ailəmiz, bizdə çox da həkimlər çoxdur, bir də müəllimlər çoxdur. Ona görə biraz o qədər də reaksiyaları yaxşı deyildi. Amma yəni öz sevdiyim işi tapa bildim. 7 il keçib, artıq 10 şöbəmiz var. Altısı Berlində, ikisi Bakıda, biri Dubayda, biri Odessada. Bugün Türkiyəyə, bir çox xaricdə ölkələrə, daha çox Avropada, Berlində marketlərə, Hamburqda, Frankfurtda kofe satırıq. Bu sahə haqqında heç məlumatım belə yox idi mən Azərbaycanda yaşayanda. Heç kofeyə marağım yox idi, mən də hamı kimi çay içirdim. Mən burada yaşayanda fikirlərim Hugo aid idi, sözün düzü, yəni planlarım başqa idi. 2014-cü ildə Almaniyaya köçmüşəm. Burada da hüquq oxumuşdum Bakı Dövlətdə. Orada Berlində də hüquq oxumuşdum, magistratura. Elə də marağım yox idi təhsilimə, amma ora Almaniyaya getməyin ən asan yolu o zamanlar təhsil idi. Bilirdim ki, nəsə eləmək istəyirəm. Hüquqdan savayı, hüquqdan kənar nələrsə eləmək istəyirəm, amma tam heç özümü bilmirdim nə istəyirəm. Bütün işlərdə burger, pizza, kafe shoplar, restoranlar, delivery, security, ağlınıza gələ biləcək istənilən şirkətlərdə işləmişəm. Amma sonra gördüm ki, yəni bu kofe işi həm daha təmiz, həm daha mənim üçün maraqlı gəldi. Marağım olduğu üçün işdə çətinliklər olanda təslim olmadım. Coffee-shopda işləndə elə artıq yəni bu işə sözün əsl mənasında tam vuruldum da, dedim ki, yəni bu işi mən eləyəcəm, məndə alınacaq. Evimi satdım və coffee-shop açmağa qərar verdim. Elə o pulun hamısını qoyub elə ilk coffee-shopumu açmışdım. Yəni bugünkü ağlımla 89 minim olsaydı əlimdə, təbii ki 60-ını qoyardım, 30-unu qıraqda saxlayardım. Əvvəlcədən bir plan qurardım, bir bazar araşdırması eləyərdim. Görmədən heç nəyə, sağa sola baxmadan şey eləməzdim, biraz düşünərdim falan. Amma elə yaxşı ki, elə 10 il əvvəl bugünkü ağlım olmayıb, elə başlamışam, getmişəm elə. İndi hər şey yaxşı gedir. Bütün pulu qoyursan, işləyirsən və düşünürsən ki, birdən iş belə yox, belə getsə, nə edəcəm, o pulu hardan tapacam, yəni nə edəcəm, yəni gedib vağzalda mı yatacam, nə edəcəm. Yəni başqa yolum yox idi. Bakıdan kömək istəməyə bir imkanlı valideynlərim yox idi. Təbii ki, reaksiyalar hamısı mənfi idi. Çünki birinci mənə güvən yox idi. Heç kim inanmırdı ki, yəni bunu bacara bilərəm. Özümə elə ilk gündən inanırdım ki, yəni bu yolun geri yolu yoxdur. Yəni gedirəm, eləyəcəm. Məndə coffee-shopun önü bağlıydı, yazılmışdı coming soon. Mən də o vaxtda perfeksionist idim. Düşünürdüm ki, 1-2 həftə hər şey əla olanda açacam. Elə səhər durdum, elə 5-7 saat, elə düşdüm aşağı. Əslində onları hamısını cırmaq çox çətindir. Elə özüm cırdım. Elə 8 idi, 9 idi, 7 idi, coffee-shop açdım. Əməkdaş qətiyyən yox idi o zamanlar, yəni tək idim, tək başlamışdım. Zaten əməkdaşı tutmağa heç pulum da yox idi. Ona görə elə ən çətin idi, elə səhər coffee-shop'a aç, axşama qədər işlə. Axşamdakı iş bitəndən sonra yenə də iş bitdi, amma yenə də işin o biri tərəfdə qalaraq nələrsə sifariş elə, o bu falan stres. Səhər necə coffee-shop'u açırdım, axşam necə bitirdi, yəni bu belə olurdu. Yəni özümə çox maraqlı idi. Gecə yerimə girirdim, artıq gözləyirdim ki, tez səhər olardı.
tez kafeni açardım. O həvəsdir də insanda, yəni o hər adam onu eləyə bilməz axı. Heç pul qarşılığında da eləyə bilməz onu hər adam. Yəni yaxşı ki, elə istədiyim bir şey tapa bilmişəm ki, hardakı xoşbəxt. Sevirəm də işimi, yəni. Mənə maraqlıdır. Uğursuz biznes deyilən bir şey yoxdur. Məncə orada yeganə səbəb odur ki, yəni insanlar hansısa bir xəttə təslim olmur. Bir var bir yerdə işləyirsən, sən əminsən ki, yerlə göy bir olsa, ay sonu sən maaşlı alacaqsan. Bir də var işləyirsən, heç bilmirsən, bəlkə də aylarla pulsuz işləyəcəksən. Yəni o insanda o həvəs olmasa onu eləyə bilməz. Əgər sən öz işini qurmaq istəyirsənsə və heç sən yəni onları sənə kimin inanmağı heç səni maraqlandırmalı deyil. Yəni bu iş elədir ki, sən burada təksən. Yəni onu eləyə biləcəksənsə, tək çıxıb eləyə biləcəksənsə elə. Köməyi gözləyirsən ki, səni kimsə anlasın falan. Yəni şərt deyil başlamaq. Özünü yorma. İstəkləri varsa, bir arzuları varsa, yəni bir insana heç nə mane ola bilməz. Əgər sən düşünürsən ki, mən məsəl üçün avokado satmaq istəyirəm, amma Bakıda avokado yetişilmir, o səbəb deyil. Köç Afrikaya, köç onun yerinə, hardadsa orada elə. Yəni bir insan ağlına bir şey tapıbsa, yəni bəhanə axtarmalı deyil. Yəni bu adam icazə vermir, o adam pis baxır, o adam nə deyir, onsuz da nə eləsən insan yenə də o işə pis baxan tapılacaq. İntuisiya, öz istəyin, işi götürdün, getmək lazım.